Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən Kiçik Çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin cinayət işi üzrə təfərrüat bilinib. Yeni Sabah Az Musavat ona istinadla məlumat verir ki, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunan Elxan Əvəzlinin qətli qisas məqsədi ilə törətdiyi məlum olub. Elxan Əvəzli 2022-ci ilin yanvar ayında baş leytenant Yusif İsmayıloğlu İsmayılovu, Kiçik Gizir Amir Fuaroğlu Cəlilzadəni və Kiçik Gizir Rəfail Natiqoğlu İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 2022-ci il yanvarın 3-də saat 03 Dalaçın rayonunun Malxələf kəndi ərazisində tutulub. Elxanın öncə mərhum baş leytenant Yusif İsmayılovla aralarında problem olub. Belə ki, Elxanın xidmətdə olan vaxt yatması, sonra da hərbi hissə ərazisindən çəkdiyi videonu sosial şəbəkələrdə paylaşması narazılıq yaradıb. Buna görə Yusif İsmayılov Elxanı cəzalandırıb, onun başqa hərbçilərlə birlikdə yemək yeməsinə icazə verməyib. Həmçinin onun xidmətdən uzaqlaşdırılmasını da tələb edib. Xəbərə görə başqa qətlə yetirilən hərbçilər baş leytenanta yaxın hərbçilər olduqlarından onu dəstəkləyiblər. Xəbərə görə başqa qətlə yetirilən hərbçilər baş leytenanta yaxın hərbçilər olduqlarından onu dəstəkləyiblər. Onlar da Elxana qarşı fərqli münasibət göstərərək onu danışdırmamağa, birlikdə süfrə arxasında oturmamağa başlayıblar. Elxanın sözlərinə görə bundan sonra həmin şəxslər tərəfindən təhqir edilib, şərəf və ləyaqəti alçaldılıb. Sonuncu dəfə isə xidmətə çıxmaq üçün geyim istəsə də ona üst geyimi verilməyib. Son 4 ayda ələ salınan, təhqir olunan Elxan qisas almaq qərarına gəlib. O ilk olaraq baş leytenantı qətlə yetirib. Daha sonra isə avtomata ikinci darağı taxaraq digər 2 hərbçini qətlə yetirib və hərbi hissədən qaçıb. Apellyasiya və kassasiya şikayətləri verən Elxan Əməlinin cinayət məcəlləsinin 129-2-ci zərər çəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər hərəkətsizlik nəticəsində habelə zərər çəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan, affekt vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif olunmasını istəyib. Məhkəmələr onun şikayətini təmin etməyib və ömürlük azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.